Salam müəllimlər, 2026 MİQ imtahanında iştirak edəcək müəllimlər üçün yeni mövzulara və 100% düşə biləcək mövzulara aid inteqrativ bir test paylaşmışdım. Hazırda onun izahını paylaşıram. Ərik bağlarından xəstəlik düşür və 50% ağaclar solur. Şagirdlər bu problemi əvvəl təsdiq etməyə və araşdırmağa başlayırlar. Sonra alternativ həlli yolları düşünüb səmərəli yolu seçirlər və problemi həll etmək üçün tədbirlər planı tərtib edərək məsələni həll edirlər. Sonda gördükləri işin keyfiyyətini dəyərləndirirlər. Təqdim olunmuş situasiya təlim modelini, inteqrasiyanı, təfəkkürün növünü müəyyən edin. Müəllimlər, mən bütün müdavilərimdə deyirəm ki, ilk öncə şərti oxuyun. Şərtdə test sizdə nəyi istəyir, buna diqqət yetirin. Bizdə test nəyi istəyir? Təlim modelini, inteqrasiya və təfəkkürün növünü. Amma variantlarda baxsaq, siz orada bilik də görəsiniz. Ona görə də bilik bizdən istəmədiyinə görə biz bilik olan variantları silirik. Bilik olan variantlar hardadır? A variantında konseptual bilik, B variantında prosedural bilik, D variantında metakognitiv bilik, Y variantında isə konseptual bilik. Avtomatik cavabımız C variantı çıxır. Amma indi yenə də gəlin testi təhlil edək. Biz baxaq görək burada fənn üstü, fənlər arası və ya da produktiv təfəkkür harda var? Baxın, ərik bağlarında xəstəyə düşür, 50% ağaclar solur, şagirdlər bu problemi həll etməyə çalışan müəyyən ardıcıllıqlarla özdə bunu yerinə yetirirlər. Bəs bu hansı təlim modelinə daha uyğun gəlir? Bir problem var həyatda baş verən. Gəlin yadımıza salaq. Problem əsaslı təlim modeli, problem əsaslı öyrənmə təlim modelində nə qeyd olunmuşdu? Problemi müəllim də qoya bilər, şagirdlər də qoya bilər, orada plan tərtib oluna da bilər, olunmaya da bilər, amma mütləq ki, həyatdan gətirilmiş bir nümunə olmalıdır. Yəni həyatı bir problem təqdim olunmalıdır şagirdlərə və müəllim fasilitatorla bir addım geridə olmalıdır. Şagirdlər öndə özləri bu problemi həll etməlidirlər. Özdə müəyyən ardıcılıqlarla özdə əvvəl problemi təsnif etməlidirlər. Nə olduğunu müəyyən etməlidirlər. Yəni onu araşdırmalıdırlar. Və bu problem əsaslı təlim modelidir. Bunu başa düşdük. İndi gəldik fənn üstü olmağına. Baxın, həyatda baş verir, düzdürmü? Bu hansısa bir təlim xarakteri daşımır. Nəzəriyyədə, düşüncədə, sadəcə zehində baş vermir bu. Bu həyatda həqiqətən də baş vermiş bir problemin həllinə yönəlik bir fəaliyyətdir. Düzdürmü? Ona görə də fənn üstüdür. Bəs fənlər arası hardadır? Fənlər arası o demək ki, ümumiyyətcə yadınızda qalsın müəllimlər, 90% fənn üstü inteqrasiyalarda fənlər arası olur. Niyə? Çünki həyat mürəkkəbdir və həyatda baş verən hər hansı bir problemin həll edilməsi üçün mütləq ki, insan müxtəlif fənlərdən öyrəndiyi bilikləri sintez edərək ortalığa o həlli çıxartmalıdır. Və biz yenə də gəlin baxaq burada nə var? Misal üçün, ərik bağlarında baş verən xəstəliklər o niyə görə baş verir? Nədir bunun səbəbi? Bunu araşdırmaqda biologiya fənninə müraciət edəcəklər. Onu aradan qaldırmaqda kimyəvi maddələrdən, dərmanlardan istifadə edəcəklərsə tədbirlər planı mütləq ki, bu qeyd olunacaq. Demək ki, kimiyaya müraciət etməlidirlər. Əlavə olaraq texnologiya bunu hansı şəkildə tətbiq olunacaq? Bunun bir texnologiyasını bilməli, texnologiya fənninə müraciət edəcəklər. Əlavə olaraq tədbirlər planı hazırlanır ki, burada mütləq ki, bütün fənn müəllimləri Azərbaycan dilinin məzmun xəttlərini çox gözəl şəkildə bilməlidir. İndi mən onu deyirəm, siz qeyd edin. Demək, Azərbaycan dili fənninin 4 məzmun xətti var. Birinci məzmun xəttinə dinləyib anlama və danışmadır. İkinci məzmun xətti yazı, üçüncü oxu, dördüncü isə dil qaydalarıdır. Mütləq ki, siz bunu yaxşı bilin, onda inteqrasiyanı siz rahat tapa bilərsiniz. Əlavə olaraq, baxın, tədbirlər planı hazırlayarkən burada yazmaq var, oxumaq var, hesablamaq var, düzdürmü? İstərsəniz müəyyən bir məsələnin miqdarını da hesablayacaqlar. Demək ki, bu müxtəlif fənlərə müraciət olunub, fənlər arası inteqrasiya da var. İndi baxaq, produktiv təfəkkür bəs necə olur? Baxın, problem əsaslı öyrənmə təlim modeli müəyyən ardıcıllıqlarla görünür. Səbəb nəticəsi araşdırılır. Əvvəlcə məsələnin, problemin və həyatdan verilmiş bir problemin səbəbi araşdırılır ki, niyə görə bu baş verir? Düzdürmü? Və produktiv təfəkkürdə eyni problem əsaslı öyrənmə təlim modelinin ardıcıllıqları ilə gedir. Və problem əsaslı təlim modelində necə ki, fənn üstü inteqrasiya, o produktiv təfəkkür də eyni fənn üstü inteqrasiyada bunu tapasınız. Bir sözlə, siz problem əsaslı öyrənmə təlim modelini görsəniz, avtomatik olaraq produktiv təfəkkürdə düşünərsiniz və yaxud da produktiv təfəkkürü görsəniz, baxın görün, o problem əsaslı öyrənmə təlim modelidirmi? Yəni, bunlar bir-birindən sıx bağlıdır. Ümid edirəm ki, sizə ətraflı şəkildə, aydın şəkildə izah verə bildim. Müəllimlər, MİQ-ə hazırlaşan müəllimlərimiz, sertifikasiya hazırlaşan müəllimlərimiz son bir ay qalıbdır. Dərslərində iştirak edib, aydın, anlaşıqlı izahlarla, ümumiləşdirilmiş dərslərlə, ümumiləşdirilmiş suallarla, testlərlə biliyinizi və bacarığınızı daha da təkmilləşdirmək istəyirsinizsə, buyurub dərslərimə qoşula bilərsiniz.